Naxçıvan Dövlət Universitetində Filologiya üzrə elmlər doktoru professor Mahirə Hüseynovanın təqdimatında müasir filologiya elminin aktual problemləri və tədqiqat metodları mövzusunda seminar keçirilib. Naxçıvan Dövlət Universitetinin Diplomatiya Mərkəzində keçirilən seminarda magistratura və doktorantura təhsil pillələrinin tələbələri və professor müəllim heyəti iştirak edib. Professor Mahirə Nağıqızı seminarda dilimizdə və ədəbiyyatımızda olan əsas problemlərin izahını verib, Mahmud Kaşğarinin ədəbiyyata verdiyi töhfələr, ensiklopedik bilikləri və dilimizin poeziya zənginliyindən bəhs edib. Azərbaycan və Avropa dilçiliyindəki üslub bənzərliyi və ədəbiyyatda olan aktuallıq məsələsindən danışıb. Professor Azərbaycan dilinin digər türk dilləri ilə müqayisə və müzakirəsini mövzusunda araşdırmaların aparılmasının vacibliyindən söz açaraq tələbələrə gələcək tədqiqatlarında və təhsil yollarında uğurlar arzu edib. Professor Mahirə Nağıqızı ali təhsil ocağında həmçinin Mahmud Kaşğari 950 enantiosemiya hadisəsini reallaşdıran vasitə və üsullar mövzusunda mühazirədə keçib. Tədbirdə universitetin professor müəllim heyəti və tələbələr iştirak edib. Mahirə Nağıqızı mühazirədə Mahmud Kaşğarinin Divan-ı Lüğət-ü Türk əsərindən gətirilən nümunələr əsasında enantiosemiya haqqında məlumat verib, bu dil hadisəsini reallaşdıran vasitə və üsulları açıqlayıb, onun ədəbi və dilçilik təhlillərindəki rolunu vurğulayıb. O, Divan-ı Lüğət-ü Türk əsərinin türk dili və mədəniyyəti üçün əvəzsiz xəzinə olduğunu, türk dillərinin zənginliyini, türk xalqlarının tarixini və ədəbi irsini əks etdirdiyini bildirib. Tarix Filologiya Fakültəsinin tələbələri Mahirə Nağıqızının Salam olsun və vida şeirlərini səsləndiriblər. Mühazirənin sonunda iştirakçıların sualları cavablandırılıb. Qeyd edək ki, Filologiya üzrə elmlər doktoru professor Mahirə Nağıqızı Naxçıvan Dövlət Universitetində keçirilən Elmi Şuranın qərarı ilə fəxri professor diplomuna layiq görülüb. Mən öz fəaliyyətimdə daim digər universitetlərlə, eyni ilə Naxçıvan Dövlət Universiteti ilə ardıcıl olaraq əlaqələr yaradıram və bu əlaqələrdə Naxçıvan Dövlət Universiteti bir qədər də irəlidədir. Mühazirələr, seminarlar, təlimlər və s. bu kimi əlaqələrimiz o qədər artıb, çoxalıb, şaxələnib. Amma bugün özəl bir gündür. Bugün mən Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə bu universitetin fəxri professoru seçilmişəm. Elə bilirəm ki, bundan böyük sevinç yoxdur. Çox sevincliyəm, çox qürurluyam. Həm Elmi Şuraya, Naxçıvan Dövlət Universitetinin Elmi Şurasına, həm hörmətli rektorumuza minnətdarlığımı bildirirəm. Nardani Əliyeva xanım, Rüstəmzadə Akşin Məhərrəmov, NTV Xəbər.